Bir günləri imamlardan biri, adlarını unutmuşam ona görə, adlarını dəqiq bilmədiyim üçün, rahiməhumullah, atın, dəvənin üzərində gedirdi və ətrafında da tələbələr, əllərində dəftərlər, qələmlər, muhaddislərdən idi, rahiməhullah. Və bir nəfər iskili olan birisi yaxınlaşır o imama, daha doğrusu tələbələrə. Deyir ki, nədir bu, nə məsələdir, nə mənzərdir? Üzr istəyirəm. Deyirlər ki, bu filan alimdir. Hansı ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin hədislərini insanlara öyrədir. Yaxınlaşır o imama, o iskili olan, əbasından tutur belə, o miniyin üzərində çəkir. Deyir ki, eşitdim ki, deyirsən, Peyğəmbərin hədislərini deyir, insanlara öyrədirsən. Həddisni. Deməlidir, deyir, hədisi deyir, danış. Mənə də o hədislərdən danış. O imam, subhanallah, rahiməhullah, səhv eləməmsə Şuabə, indi yadıma düşdü, Şuabə rahiməhullah. Deyir ki, uzun hədisdir, bizə lazım olan şəhid hissəsini deyəcəm. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, əgər utanmasan, nə istəsən elə. Əgər utanmasan, həyən yoxdursa, nə istəsən elə. Bu nəyə işarədir? Bu neyinir orada? O əbasını tutub çəkəni tərbiyələndirir. Subhanallah, deyir ki, sanki deyir, mənə deyir, bir şillə vurdu deyir. Sanki deyir, mənə yəni, şiddətli şəkildə bir şillə vurdu. Bu hədis o insanın həyatını dəyişdi. Ən böyük alimlərdən oldu. Fikir verirsiniz, bir cümlə ilə, subhanallah. O iskili vəziyyətdə idi özü. O fikir açdı ki, Allah'ım, bu nə deməkdir? Ona da Allah orada rəhm eləmişdi ki, Allah onun ağlına həmin vaxtın onu nə saldı? O hədisi saldı. Rahiməhullah. Ona görə Peyğəmbərin sallallahu aleyhi ve sellem hədislərinin üzərində nur var. Allahın kitabının üzərində nur var. Həqiqətən. Bu hədis həqiqətən insanın həyatını çevirə bilər. Və mən yuridilləhi bihi xayran yufaqqihu fiddin. Allah kimə xeyir istəyibsə, deməli sən fəqihlərdən deyilsənsə, dində səndə problemlər varsa, asılmasa sənə məsələlər, əksini fikirləşəmiş. Fikirləş ki, ola bilsin ki, sənə Allah xeyir istəmir. Allah qorusun.